işarə verildi və bu final maçı start götürdü. Qarabağ Sabah oyunu. Azərbaycan Kuboku 2024-2020 başa çatmaq üzrədir. Qarabağ Sabah Azərbaycan Kubokunun final maçı. Hərəkət hesab açılmayıb. Elvin Cəfərquliyev topu qəbul edir. Başını qaldırır, baxır. Ötürmə Kadzi istiqaməti. Kadzinin zərbəsi və Pokatilov. İlk dəqiq zərbə bu maçda Kadzi Borges'dan gəldi. Yaxşı zərbə almışdı. Ümumiyyətlə yaxşı hücum təşkil olunmuşdu. Amma Pokatilov səhvə yol vermədi Qazaxstanlı qalibin. Olmamışdı. Bu da futbolçuya müəyyən təsir göstərə bilər. Və Sabahın hücumu 8-2. Öndə Bəhlulova 8-2 cərməçisi yaxınlaşır. 8-2 soluna çəkdi, ötürmə verir qapı qarşısına. Xəyal Əliyev başını qaldırdı, ayaq saxladı. Xəyal ləngidi. Yerə yıxıldı və Benziyə topu aldı. Benziyanı aldatmağa çalışdı. Fərqli rakursdan da izləsək maraqlı olar. Əslində top elə Xəyal Əliyevin öz ayağından uzaqlaşdı. Dabanı ilə istəmədən topa toxunuş etdi. Daha sonra isə toqquşma oldu futbolçular arasında. Və hətta bəli, Xəyal Əliyevin ayağını tapdaladığını görürük, yəni Yasin Benziyanın. Hər halda elə təəssürat yaranır. Hakimlər, var hakimlər epizodu izləyirlər. Nicat İsmailov və Fərid Hacıyev epizodu incələyirlər. Həyəcanlı anlar və bəli, İnqilab Məmmədov özü epizodu izləyəcək monitorda. Xəyal Əliyev və Benziyanın mübarizəsi topu uzaqlaşdır bu nöqtədən və Benziyə sanki Xəyal Əliyevin ayağını tapdalayır. Görək, hansı qiyməti bu epizoda İnqilab Məmmədov verəcək. Benziyə epizodun anti-qəhrəmanına çevrilə bilər. Və İnqilab Məmmədov artıq epizodu izlədi. Qərarını açıqlayacaq indi. Futbolçunun uzaqlaşmasını istəyir. Və nöqtəyə göstərir İnqilab Məmmədov. Qarabağın qapısına penalti təyin olunur 34-cü dəqiqədə. İşarə verildi. Şafranko. Şafranko topa yaxınlaşır. Zərbəsi və gol! Sabah hesabı açdı. Pavol Şafranko penalti zərbəsi dəqiq yerinə yetirdi 36-cı dəqiqədə. Çox soyuqqanlı şəkildə Slovakiyalı forvard yerlə topu özündən sol küncə göndərdi. Dirəyin yanına, top düz dirəyin yanına göndərilmişdi və burada Koxanski'nin artıq şansı yox idi. Şafranko final oyununun ilk qolunun müəllifi olur. Sabahın hələ ki A planı öz işini görür. Müdafiədə maksimum şəkildə ehtiyatlı oynadılar. İlk dəqiqələrində daha çox müdafiə olurdular. Hər imkanda hücuma atılmağa çalışırdılar sürətli şəkildə və nəticədə belə sürətli hücumların birində penalti vurma imkanı əldə etdilər və davam etməyə Kadzinin ötürməsi Leandro'ya təhlükəli ola bilərdi. Amma Leandro topu qəbul edə bilmədi və yerə yıxılıb Andrade. Və çox güman ki, bizim oyunda növbətdə penalti təyin olunacaq. Məncə, burada çox da şübhə etmədən, tərəddüd etmədən bunu söyləyə bilərik. Ayaz Quliyev topa düşə bilmədi, ehtiyatsız davrandı və Nəriman Axundzadənin ayağını tapdaladı. Əsəbindən planşatı qırmışdı Qurban Qurbanov və İnqilab Məmmədov növbət dəfə monitora yaxınlaşır. Ayaz Quliyevin Nəriman Axundzadənin ayağını tapdaladığı bir mənalıdır. Burada hansı bir şübhə yoxdur. Sadəcə Ayazın topa toxunub toxunmaması müzakirə mövzusu ola bilər. Toxunuş var, açığı ilk baxışdan, ilk rakursdan toxunmadığını düşünmüşdüm, amma bu rakursdan toxunduğunu görürük. Sadəcə bax bu epizodu qiymətləndirməyə hər hansı bir təsir göstərəcəkmi? Bax, əsas maraqlı məqam budur. Topa toxunur, bəli. Topun Nəriman Axundzadəyə çatmasına imkan vermir Ayaz Quliyev. Daha sonra onun ayağını tapdalayır. Çətin epizoddur hakimlər üçün və hazırda İnqilab Məmmədov üçün, amma o da daha öncə qeyd etdiyim kimi ən təcrübəli hakimlərimizdən biridir. Və bu epizodu necə qiymətləndirəcək çox maraqlıdır. İnqilab Məmmədov işarəsi və daha bir penalti. Bu dəfə Sabahın qapısına penalti təyin olunur.
İnqilab Məmməd uzaqlaşdırdı onu. Toral Stas Pakatilova qarşı işarə verildi. Toral Bayramovun zərbəsi və Stas Pakatilov topu çıxarır. Sabahın qapısı bu penaltiden sonra komandasını xilas edir. Neler baş verir? Kubokun final maçı ilk hissəsində 2 penalti izləmişik. Toral Bayramovun zərbəsi də gəlin itiraf edək o qədər də yaxşı alınmamışdı. Həm nöqtə olaraq topun göndərildiyi nöqtə, həm də ki zərbənin qüvvəti lazım səviyyədə değildi. Final həyəcanı deyə bilərik mi buna? Yəqin ki belədir. Hətta Toral Bayramov kimi çox təcrübəli futbolcumuz. Bəlkə yaşı. Leandro çevrildi. Kadi ile paslaştı. Leandro Andrade. Zubir. Kadi! Kadi! 1-1! Mükemmel zərbə və top 9-luqda Qarabağ ilk hissə əlavə olmuş dəqiqələrdə hesabı bərabərləşdirməyə nail oldu. Gözəl kombinasiya, gözəl hücum, gözəl zərbə və yenə də Kadi. Hücumun təkrarını izləməyə dəyər. Leandro Andrade bu epizodda çətin vəziyyətdə top saxladı. Kadi ötürdü. Kadi topu Leandro'ya saxladı, qaytardı. Zubir ilə paslaşdı Leandro və Kadi dərhal boş mövqeyə açıldı. Zubir onu gördü, tək topunuşla onu saxladı. Kadi isə 9-luğa göndərdi top sadəcə əsər idi həqiqətən də. Çox usta futbolçu, usta ayağı ilə çox gözəl qol mənif oldu. Burada Pakatilovun hər hansısa bir günahı yoxdur. Bir Fasiliyə komandalar hərəyə bir gol vuraraq yollana bilərlər, amma bu oyunda baş verənlərin birbaşa Şafranko'ya da bu göndərir. Qabaqladılar onu, qaydan top. Nuriyevin zərbəsi, rikoşet və Kohalski. Tirin üzərindən topu aşırtdı. Anatoliy Nuriyev özü korneri yerinə yetirəcək. Zərbənin təkrarına baxın. Kadi'dən top istiqamətini dəyişdi və burada Kohalski çaşdıra bilərdi, amma Polşalı Qalkiber yaradım. Sabah oyuncuları ötürmə gəlir, ön dirəyə, başla zərbə, daha bir zərbə və olmadı. Topu Asfəqlə topdan, qapıdan aralı keçir. Suzeyev tapşırığını burada ustalıqla yerinə yetirdi. Sabah futbolçuları və Lipnitsə demək olar ki, heç kim burada mani olmurdu. Amma o bu şansı əldən verdi, hətta son topunuş Elvin Cəfərquliyevdən. Elvin Cəfərquliyev Qarabağın xilaskarı oldu. Top çiynine dəydi Elvin Cəfərquliyevin. Təkrarda bunu açıq, aydın şəkildə gördük. Var hakimləri hər halda epizodu izləyirlər. Mənim təəssüratım odur ki, top çiynine dəydi. Hər halda var hakimləri onun uzun out atışlarına istifadə etməyə çalışır Sabah bu maçda. Mövsüm ərzində hər maçda izlədiyimiz mənzərə deyil, gəlin açıq söyləyək. Birbaşa cərimə meydançasında topu göndərir. İrasabay qaydan top. Nuriyev topunda mübarizə. Yeri yıxılır Sabah futbolçusu və daha bir penalti Qarabağın qapısına təyin olunur. 54-cü dəqiqə. Yeni 11 metrlik nöqtəyə göstərdi İnqilab Məmmədov. Gəlin baxaq təkrara. Out atışı. Sonrası qaydan top. Anatoliy Nuriyevin müdaxiləsi, topurunda mübarizə və Sabah futbolçusu 2 Qarabağ futbolçusu arasında qalan Sabah oyuncusu dəqiqləşdirəlir. Burada kimdir? Yeri yıxılır. Lepinitsadır bu. Bəhlul Mustafazadənin qaydanı pozduğunu iddia edir İnqilab Məmmədov. Baxaq təkrara. Rəqibinin ayağına zərbə indirdi. Belə görünür Bəhlul Mustafazadə bu epizodda. Topunuş var idi sanki. Şafranko və Kohalski! İkinci qapçı seyvi izləyirik bu maçda penaltiden sonra. Benim Kubok'un finalında 3 penalti, ikisi gola çevrilmeyip. Fantastika. Sona qədər bir ayağı xəttin üzərindəydi Kohalski'nin. Hər şey qaydalar çərçivəsində etmişdi. Polşa yığmasını Qalkibir. Bir daha xatırladaq. Şafranko ikinci şansı boşa verdi. Sağa oynadı Tellur Mütəllimov. Tellur'dan cərimə meydançası Şafranko! Kohalski! Tellur Mütəllimovun ideal öldürməsini qeyd etmək lazımdır. Xəyal Əliyevin əvəzlənəcəyini gözləyə bilərik. Hər halda yenicə zəlisini sağaldıb. Çox güman ki 90 dəqiqə oynamağa tam hazır deyil. Hər halda görərik. Hələlik Qarabağın hücumunu izləyək. Zubir, Elvin, qapı qarşısına ötürmə. Nogueira 50 oyuna işarə var Qarabağ futbolçularından. Hələlik korner təyin olunub.
baxaq. Top ələ toxunmuşdursa belə çətin anlar Sabah üçün. Perisin də hücuma daşıya bilər Sabahı. 3-3-ə çıxır Sabah hücuma. Peris ləngidi, yubatdı hücumu. Hükümdə ötürmə də verə bilmədi. Qazi yerdə qalan Sabah futbolçusu var. Məhər qoymur buna Qarabağ qapı qarşısına. Ötürmə və avtogol! 2-1! Qarabağ hesabda önə çıxır. Yonira Sabah avtogol belif oldu. Qarabağın təzyiqi, uzun müddət davam edən təzyiqi özü bəhrəsini verdi. Bir futbolçu aslında mübarizə aparırdı çünki Nuriyev bax bu toqquşmanın sonunda yerdə qalmışdı. Amma bu epizod artıq VAR hakimləri tərəfindən izlənilməyəcək. Çünki onun davamında Sabah hücuma çıxmışdı. Sabah özü oyunu saxlamamışdı və daha sonra topu itirdikdən sonra öz qapısında gol gördü. Offside yoxdur bu ötürmədə. Burada isə heç bir şey ola bilməz. Qaydalar çərçivəsindən kənara çıxan və Elvin Cəfərquliyev epizodun qəhrəmanı olur. İrasabalı günahlandırmaq olarmı? O topa toxunması Nəriman Xunzadə çox güman ki topa birinci çatacaqdı. Amma istənilən halda faktlığında qalır ki Sabah avtogol vuraraq hesabda geriyə düşdü. Oyunda ilk dəfə. Borges sonu qazana bilmədi. Buna baxmayaraq komanda yoldaşları dəstək verdilər. Nəriman Xunzadə uzaqlaşdırır topunu. Geriyə qayıdan top. Zərbə olmadı. Zubir. Abdullah Zubir. Anlaşılmazlığı, top itkisi Nəriman Xunzadənin keçidi və Zubir'in zərbəsi sonunda. Hər şey doğru etmişdi əslində Qarabağ futbolçuları burada, amma santimetrlər Zubir'i qoldan ayırdı. Bu rakursdan daha aydın görəcək nə qədər sağa çevirdi Tellur. Tellur'dan ileri Namik Ələsgərov ötürmə Namik və Koxanskinin seyvi! Gözəl zərbə və gözəl seyv! Tellur Mütəllimov əla ötürmə. Gözəl şəkildə boş mövqeyə açıldı Namik. Uzaq güncə topu göndərməyə çalışdı. Top hələ havadaykən gəlişinə zərbə indirdi amma Koxanski bu zərbəyə hazır idi. Bir andı, mənzərədir. İrəli ötürmə Musa Qurbanlı istiqamətində. Afsayl bayrağı qalxmayıb havaya. Musa qapçı təpədə geri yıxılıb. İqlab Məmmədov və Zindi. Afsaydı qeydə alır. Yəni, afsayd var. Aydın şəkildə burada görürük afsaydı. Bu epizod həm də maraqlıdır. Afsayd olmasa qayda pozuntusu var idi mi? Sanki hər hansısa bir 93-cü dəqiqədə İrasabalın atışı, hava mübarizəsi, Şafranko, top çatmadı Mikelsə. Uzaqlaşdırma mümkün olmur, ayağından zərbə alır burada Nəriman Xunzadə və hakim qayda pozuntusunu qeydə alır. Patrik Andrade burada topu uzaqlaşdıra bilmədi. Mikels yaxşı mübarizə apardı. Və Axundzadə burada İrasabalın ayağına olub için zərbə indirdi. Daha sonra özü yeri yıxıldı. İrasabal qabaqlamışdı Nərimanı. İrasabal qabaqlamışdı, amma qayda pozuntusu var idimi, yox idimi, müdaxilə nə qədər sərt idi, ciddi idi. Bax, bunu hakimlər qiymətləndirməlidir. Nəriman Xunzadə ayağı qalxdı, oyun davam edir. Və hər hansı bir tərəddüd yaranmadı var otağında. Ola bilsin qayda pozuntusu, Nəriman Xunzadəyə qarşı qayda pozuntusu tam doğru qərar olmasın, amma İrasabalə qarşı da. Nəriman Xunzadə cinahlı top gözləyir, maksimum vaxt qazanmağa çalışacaqdı Qarabağ futbolçuları, elə düşünürdüm amma Nəriman mərkəzə oynadı və nəticədə topu itirdi. Qəm Perez özü mərkəzi keçir. Artıq güclü Sabah futbolçularında tez bir şəkildə irəlidə çoxluq yarada bilmirlər. Mikels anlaşılmazlıq. Sadə vəziyyətdə topu itirdilər, amma yeni qazandılar Sabahlar. Nogueira artıq hücumladı, geriyə qayıtmır. Vincent Teyir başını qaldırdı, ötürməsini verdi. Başla zərbə! Gol! 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 Qəm Perez! 2-2! Bu oyun elə belə bitə bilməzdi. Bu oyunun sonluğu bizə nəsəbət edirdi və bu baş verdi. Qəm Perez hesabı bərabərləşdirdi.
çevirdi. Bir neçə saniye önce hakkında negatif fikirler söyledi. Peris Sabahın qəhrəmanına çevrilir. İnanılmaz hadiseler Betül sezonunda Sumqayışlar stadionunda bu epizodda olabilsin. Offside şüphesi yaransın. Ama daha sonra top itkisi var idi. Ona göre bu epizod izlenilmeyecek. Bu epizod izlenilmeyecek varolarında. Vincent el ötürme ve Peris tamamıyla boş kalan Yamaykalı futbolcu ikinci topu Qarabağın qapısına gönderdi. 2-2. Bu komandaların maçları həmişə maraqlı olur. Bu bir daha sübut olundu bugün. Kubokun finalına layık mübarizə. Son saniyeler qədər əzimkarlıq. Son saniyeler qədər mübarizə. Anti-qəhrəmanların qəhrəmanlara, qəhrəmanların anti-qəhrəmanlara çevrildiği maçı izləyirik. İkisiz birdən. Michels, yaxşı bir şans Sabahda. Michels! Bir qədər xaotik futbol izləyirik. Ekstra tahmin əvvəllər iki komandadan. Ama bu oyunu bir qədər maraqlıydı. Top tikiləri çoxdur və futbolcular da vaxtında mövqelərinə qayıtmağa çətinlik çəkirlər. Artıq taktik intizamı qorumaq belə olan halda çox çətin. İleride çok hərəkətli olurdu və hücum Sabahdan Michels, Bəhlul Michels'i qabaqladı ama səhvə yol verdi. Michels! Kochanski bu düeldən qalib ayrılır. Jolis Michels. Çara verildi. Kati Borges'in zərbəsi çok tehlikeliydi. Özlerine götürdü məsuliyyəti bu epizodda, ama Bakatilo epizoda topa nəzarət edirdi deyə bilərik. Güncü bağlamışdı. Məsələn halda. Qaydan top. Taylor özünü çatdırdı. Umar Rahman arayı ara götürməsi. Taylor! Sabah 3-2! Taylor Mütəllimov! Sabah 3-cü golunu vurdu. Taylor Mütəllimov! Oyunun en yaşlananlar. 120. dəqiqədə bu golu vurdu. İhtiyata sonradan eyləşən futbolcular emosiyalarına hakim olabilmirlər. Bizə golun təkrarını izləyirik. Taylor'un zərbəsi çətin vəziyyətdən Toral önündəydi. Kochanski qapıdaydı. Ama Taylor bu gol vurdu və hər şey hardan başlamışdı? Taylor Mütəllimov start heyətdə yer almamışdı. Bu özü-özlüyündə inanılmaz gözəl bir hikayədir. Ayrı bir filmə bəlkə layiq hikayədir, amma belə hikayələr bu oyunda kifayət qədərdir. Peris 15 dəqiqə meydanda oldu bəlkə də. Amma oyunun ən vacib gollarından birini vurdu və hələ də bu son deyil. Bir neçə dəqiqə olunacaq. Taylor Mütəllimov Rəhman Daşdəmirov ötürməsindən sonra topu qapıya göndərdi. Qarşıdan və bitdi. Sabah Qarabağ finalda 3-2 hesabı ilə məğlub edərək kubokun sahibi olur. Sabah tarixində ilk titulu kazanır. Sabah Avropa Ligasına yollanacaq. Vasili Biruzutski'nin yetirmələri bugün inanılmaz əzimkarlıq, iradə, xarakter göstərərək bu qələbəni qopartdılar.